Azərbaycanın sülh təşəbbüsləri BMT-nin New Yorkdakı mənzil qərargahında müzakirə olunub. Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində çıxış edən Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov Bakı prosesinin qlobal əhəmiyyətindən danışıb. Səfər zamanı BMT-nin Gənclər, Qadınlar və Sivilizasiyalar Alyansı üzrə rəhbər şəxsləri ilə görüşlər keçirilib. Ümumdünya Mədəniyyətlər arası dialoq forumu çərçivəsində gələcək əməkdaşlıq planları müəyyənləşdirilib. Enerji bazarında geosiyasi gərginlik davam edir. ABŞ və İran arasında fevralın 6-sında Omanda keçirilməsi nəzərdə tutulan görüşün təxirə salınması xəbəri neftin qiymətini yenidən hərəkətə gətirib. Tehran danışıqlarda digər regional ölkələrin iştirakını rədd edərək, raket proqramını qırmızı xətt elan edib. Venesuelanın bazara çıxardığı neft həcminin sutkada 800 min barelə çatması qiymətlərin kəskin bahalaşmasının qarşısını alıb. Hazırda Brent markalı neft $68 ətrafında stabilləşib. Xaricdən telefon gətirmək istəyənlər üçün yeni məhdudiyyətlər tətbiq olunub. Dövlət Gömrük Komitəsinin qərarına əsasən artıq vətəndaşlar rüsumsuz güzəştdən ayda yox, ildə cəmi bir dəfə istifadə edə biləcəklər. Qaydaya görə gətirilən telefonun dəyəri $800 keçərsə, həmin məbləğdən artıq qalan hissə üçün gömrük rüsumunu ödənməlidir. Bu dəyişiklik şəxsi istifadə adı altında ölkəyə gətirilən kommersiya təyinatları mallarının qarşısını almaq məqsəd daşıyır.